Salam müəllim. Buyur. Tanıdınız məni? Təbii ki, tanımamaq olar səni. Sən məni mən yararsız tələbəmsən. Savadsız, etibarsız tələbəmsən. Nə olar ha müəllim? 2 yazmayın da. Ləyağın odur. Planımı pozmayın da. Qalacam axı kursda. Bəs nə bilirdin? Dərsə girməyəndə utanıb ölürdün. İl boyu sən dərsimə girmirsəni. Abala kənardan özünü görmür səni. Ona görə də sənə 2 yazdım bala. Tələsməyin, razılaşarıq hər hala. Nə razılaşmayı, bazardır, nədir? Ay balam, nədir sözünün məqsədi? Bir fikir ver ağızdan çıxan sözə. Müəllim, atam salam göndərir sizə. Gözdə görüm söhbəti fırlatmayı. Mən nə dedim? Aki, atan kimdir de? Səfir. Atan yəni ki xaricdədir. Bəli, Niderlandda işdə gücdədir. Hə? Hə. Abala, mən də sənin bir dayın. Get kef elə. Müəllim, olum arxayı. Təbii ki, səninlə nə işin var? Amma atana bir dənə xahişim var. Qorxma, atanı çox da salmaram gücə. Nə məsələdir? Getmək üçün xaricə atana adımdan deginən bir dənə Niderlanda viza düzəltsin mənə. Anlamadım, viza nədir? Vizada demədin atan səfirdir Avropada. Yox, müəllim, atam Niderlanddadır. Orada taksi sürür, səfirdir adı. Atan səfir deyil. Səfir addır ad, adi taksi sürəndir. Ay bir savad, belədir da. Deyirəm da, o səfir mənim atamdır. Əşki nəysə, mən də elə bilirəm, yönlü adamdır. Get, rahatca tətili dincələrsən, imtahana hazır olub gələrsən. Hörmət edin da. Necə hörmət edim? Bircə dənə 3 yazın çıxım gedim. Sizin yanınıza hədiyyə ilə gəldim. Özü də ki konvertin içində müəllim. Bala, bu başqa işdir, bax. Bundan olmalıydı söhbətin bayaq. Gedə bilərəm. Get, salamat qal təki. Bu konvertin 50-dir, 100-dür. Nədir içindəki? Müəllim, 50 nədir? Pul deyil. Xeyr, sizə xüsusi şeir yazmışam, şeir. Şeirdir bu. Bəli, mənim gözəl müəllimim haqqda. Akşı, səndən adam olmayıbdı, olmayacaq da. Get bala, hazır olanda gələrsən. Dərs oxumaq nədir, onda bilərsən.